şəhərindəki Saat Meydanında təşkil olunan konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivləri çıxış ediblər. Günün davamında xalq artisti Samir Cəfərov özünə məxsus ifadə ilə tamaşaçılara xoş ovqat bəxş edib. Bugünkü mənim bu Naxçıvanda olmağım mənim üçün çox bir şərəfdir. Mən Naxçıvanlıyam. İkinci 10 may. Böyük hərflə 10 may. Yəni Azərbaycanlıların ən önəmli bayramlarından biridir. Çünki Ulu Öndərin doğum günüdür. Müasir Azərbaycanımızın banisidir. Azərbaycanı dünyada tanınan bir insandır. Azərbaycanın imzasını bütün dünya dövlətləri sırasında yaradan bir insandır və Azərbaycanın gələcəyinə inanan bir insandır. Proqramın sonunda möhtəşəm atəş və şanlıq təşkil olunub. Qeyd edək ki, konsert proqramı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Həsən Məmmədov, Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.